Qalmaqallar içində boğulan Real Madrid üçün daha bir qalmaqallı xəbər. Jose Mourinho qayıdır. Siz kanalımıza abunə olun. Biz isə başa düşməyə çalışaq ki, bu komandanı fəlakətə sürükləyəcək, yoxsa dirçəlişin əsasını qoyacaq. Beləliklə, Florentino Perez yenə də öz istəyinə nail oldu. Perez bir neçə gün öncə uzun-uzadı bir intervyu verdi. Hətta biz ona monoloq deyə bilərik. Bu monoloqda bütün dünyanın Real Madridə qarşı olduğunu və hər kəsin Madridin uğursuzluğu üçün azarkeşlik etdiyini bildirdi. Yəni dünya bizə qarşıdır. Amma eyni zamanda maraqlı məqamlardan biri ondan ibarət idi ki, o Jose Mourinho haqqında danışanda çox xoş sözlərlə Portuqaliya mütəxəssisi xatırladı. O bildirdi ki, həmin o dahi Realın başlanğıcını, özülünü məhz Jose qoymuşdu. Sizi isə bir sual tarmar edir ki, bəs bu qayıdışdan Real qazanacaq, yoxsa itirəcək? Nə qədər paradoksal olsa da, baxın mən indi bir tezis deyəcəm, sonra onun həm tərəfini, həm də ki, əksini əsaslandırmağa çalışacağam. İlk fazada Jose'nin Real'a qayıdışı Real Madrid'ə müsbət təsir edə bilər. Lakin sual ondan ibarətdir ki, bu ilk faza nə qədər davam edəcək? Son klublarında olduğu kimi bir neçə ay müsbət münasibətlər, sonra bir mövsümün içində stagnasiya və daha da korlanmış münasibətlər, yoxsa ən azından Jose bacardığı kimi heç olmasa burada da 2 mövsüm özünü saxlaya biləcək. Ondan sonra Real Madrid özünə yeni baş məşqçi axtaracaq. Birinci olaraq gəlin başa düşməyə çalışaq ki, Jose Mourinho Real Madridə tərbiyəçi kimi gəlir, nəinki inqilabçı baş məşqçi kimi. Çünki komandanın soyunma geyinmə otağında olan konfliktlərdən hər kəsin xəbəri var. Siz yəqin ki, o epizodu çox yaxşı xatırlayırsınız ki, Super Kubokda Barcelonaya məğlub olandan sonra Barcelonaya Xabi Alonso çempionluq koridoru vermək istəyir, amma Mbappe əli ilə Xabi Alonsonu belə rədd edərək bir neçə oyunçunu öz tərəfinə çəkir və baş məşqçiyə qarşı çıxır. İkinci tərəfdən əlbəttə ki, son günlərdə Federico Valverde ilə Tchouaméni'nin arasındakı olan qalmaqaldan da xəbəriniz var. Yəni biz bunların ətrafında çox gəzmək istəmirik. Bizim düşüncəmiz ondan ibarətdir ki, Perezin Jose'ni gətirməkdə əsas məqsədi əlbəttə ki, Ancelotti fokusunu ikinci dəfə təkrarlamaq ümididir. Çünki Ancelotti də Real'a gətirilməmişdən öncə ikinci dəfə 6 il aradan sonra gəlmişdi və Ancelotti ilk öncə Bavariyadan ikinci mövsümün əvvəlində qovulmuşdu. Xatırlayırsınızsa, Çempionlar Liqasının ikinci turunda Paris Saint-Germain Bavariyanı 3-0 hesabı ilə darmadağın edir və Bavariyanın o vaxtki mastodon futbolçuları Arjen Robben və Frank Ribery baş məşqçidən açıq şəkildə onun təlim məşq toplanışlarından narazı idilər. Hətta Bavariyanın top futbolçuları ayrıca özləri yığışaraq bazada məşq edirdilər, çünki onların fikrincə Ancelotti məşqləri çox bəsit idi. Ancelotti bundan sonra İngiltərənin ortabab klubu olan Evertona gedir. Hər kəs düşünür ki, əlbəttə ki, əgər Ancelottinin Evertona gedirsə, Bavariyadan qovulursa, deməli dövrü bitib. Lakin Ancelotti özünü sübut edə bildi və Perez öz baxışında israrlıdır. O inanır ki, onun etdiyi əsas fundamental qərarların hamısı düzdür. Məsəl üçün indiyə qədər Perez hətta özünün o alovlu intervyusunda, monoloqunda belə Mbappe'nin transferinin uğursuz olduğunu demir. O əksinə o deyir ki, adamın transferi çox uğurlu idi. Günün sonunda mən Florentino Perez'ə qarşı belə bir tərəfli heyt, nifrətə qarşıyam. Nəyə görə? Çünki adamın rəhbərliyi altında Real Madrid 23 ildə 7 dəfə Çempionlar Liqasını qazanıb və bir şey xatırladım ki, sizə ki, Çempionlar Liqasını Real Madriddən sonra ən çox qazanmış klub Milan məhz 7 dəfə bu turniri qazanıb və Real Madrid özdə 15 titulun yarısını demək olar ki, Perezin rəhbərliyi altında qazanıb. Əlbəttə ki, belə insanın öz nöqtəyi yanaşması varsa, o yanaşmasından əl çəkən deyil. İroniya nədən ibarətdir ki, Jose'nin qayıdışından həm də taktiki fayda dəyə bilər. Belə ki, Real Madrid keçid komandasıdır, Real Madrid əks-hücum komandasıdır. Biz gördük ki, Xabi Alonso dövründə də və Xabi Alonsonun gedişindən sonra Arbeloa'nın da belə dövründə Real Madrid sürətli əks-hücumlarda tayı bərabəri olmayan bir komandadır. Jose Mourinho isə yanlış yanaşma var ki, adam avtobus parkovka edir. Xeyr, adam müdafiəni etibarlı edərək müdafiədən oynamağa çalışır. Gözlənti ondan ibarət ola bilər ki, bir neçə uğurlu transferlə əslində Real Madrid Jose Mourinho sayəsində bir qədər yaxşı müdafiə oluna bilər. Çünki Real Madridin müdafiə oluna bilməməyi komandanın bu mövsümün ikinci yarısında və də Arbeloa dövrünün ən böyük problemidir. Və biz burada həmin o təxmini topsuz oyun formasiyasını görürük. Adəti olaraq Jose Mourinho burada Benfica'da və Fenerbahçe'də etdiyi kimi 4-4-2 oynamayacaq. Çünki Mbappe hücumun sivri ucundadır. O pressing eləyən deyil və ya o edəcəyi təqdirdə o pressingi 7 saniyədən çox çəkməyəcək. Ona görə hardasa şam ağacı formasiyasında 4-3-2-1 taktikası ilə Real Madrid çox güman topsuz oynayacaq və bu müəyyən oyun ssenarilərində komandaya uğur gətirə bilər.
Digər tərəfdən ikinci məqam ondan ibarətdir ki, Real Madrid 2021-ci ildə hardasa münasibətlərini bitirdiyi Jose Mourinho'nun məşhur agenti olan Jorge Mendeslə əlaqələrini Mourinho sayəsində bərpa edəcək və Mendesin müştəriləri ilə işləməyə başlayar. Çünki Realın bu dəqiqə buna çox ciddi şəkildə ehtiyacı var. Ən azından Real Madridin heyətinə qatmalı olduğu mərkəz müdafiəçisilə yanaşı mərkəz yarım müdafiəçi mövqeyinə çox ideal şəkildə Newcastle Uniteddən Bruno Guimaraes uyğun gələ bilər. Bruno Guimaraes'in də agenti məhz Jorge Mendesdir. Jorge Mendesin daha bir müştərisi Borussia Dortmunddan Kerim Ademeyevdir. O da Real Madridin potensial hədəflərindən biridir. Əlbəttə ki, bu iki futbolçunu öz heyətinə qatarsa Real Madrid plus müdafiə oluna bilən, məsələn üçün Eder Militao'nu əvəz edə biləcək bir mərkəz müdafiəçisinə sahib olsa, bu zaman Real bir qədər müdafiə xəttini səhmana salmış olacaq. Jose Mourinho'nun əgər nitqlərinə qulaq assanız, Mourinho dəfələrlə komandada hücum futbolunda transition, yəni keçid sözünü işlədir. Hətta Real Madridlə birinci dönəmdə çempion olduğu fantastik o 100 xal yığdığı mövsümdə hardakı komanda 121 qol vurmuşdu. Həmin mövsümdə belə Jose Mourinho komandası mövqe hücumundan deyil, cinah yükləmələrindən deyil, məhz keçid futbolundan qolları vurmuşdu və məsələn Ademeyev və ya Guimaraes həmin elementlərdə çox vacibdir. Üstəlik Realın bu heyəti əslində keçid futbolunda çiçəklənməyə imkan verir. Çünki günün sonunda sənin əlində olan heyət sən oynaya biləcəyin futbolu bəlirləyir. Jose Mourinho'la bağlı daha çox qayğılar və problemlər var. Çünki Jose Mourinho'nun həmişə iki özəlliyi olub. Bir, o futbolun taktikasını çox sadə dildə oyunçularına izah edib, oyunçularını inkişaf elətdirə bilib. İkinci isə psixologiya. Onun rəhbərliyi altında olan oyunçuların hamısı onun haqqında çox müsbət fikirdə olublar. Onu daima çox seviblər, onu bilmənalı şəkildə müdafiə ediblər. Nəzərə alsaq ki, bizim auditoriya Türkiyə çempionatına çox geniş şəkildə baxır. Xatırlayırsınızsa, Okan Buruk'un o burun məsələsində Galatasaray klubu Jose Mourinho yönləndirmişdi ki, o Galatasarayın qaradərili futbolçularına qarşı ilkçi sözlər demişdi və o tərəfdən Didier Drogba və Samuel Eto'o hər ikisi çıxış edərək demişdi ki, sən Jose'yə hər şey deyə bilərsən, amma onun ilkçi olduğunu deyə bilməzsən, çünki bu adam belə deyil və bu da bir daha onu göstərir ki, Jose Mourinho'nun ilk dönəmində onun futbolçularla fantastik münasibəti var idi. Lakin hər iki komponentdə Jose Mourinho son 10 ildə ancaq geriyə gedir. Misal üçün siz sadəcə olaraq beyninizdən mənə deməyə çalışın ki, Mourinho'nun son işlədiyi bir neçə iş yerində Manchester United 2016-19, Roma, Fenerbahçe və Benfica bu komandalar hansı oyun elementində çox ciddi şəkildə irəliləyiblər ki, heç birində. Hətta Amazonun çox fantastik belə bir mövsümlük serialı var. All or Nothing, hər şey və ya heç nə. Bu 2020-ci ildə Tottenham'la bağlı çəkilmişdi. Hansında ki Jose Mourinho vaxt Tottenham'ın məşqçisi idi və siz Jose Mourinho'ya baxanda görəcəksiniz ki, adam fantastik şəkildə hər şeyi izah eləyir, adam fantastik şəkildə hər şeyi göstərir, amma onu meydanda necə tətbiq etməyə gələndə Jose'də burada daima problemlər var idi. İkinci məsələ psixologiya. Adi bir misal götürüm sizə. Jose dəfələrlə deyirdi ki, mən soyunub geyinmə otağına gedəndə Chelsea'də və 23 yaşlı Lampard'ı görəndə onda kişini görürdüm, amma 23 yaşlı, 25 yaşlı Pogba'nı görürəm, orada 25 yaşlı uşağı görürəm. Nəzərə alaq ki, o dövrdən bu yana Pogba ilə münasibəti toksik idi. 2016-17-ci illər mövsümündə daha 10 il keçib, yeni futbolçu nəsli bu baxımdan daha şıltaq, daha ərköyündür və dəfələrlə biz görmüşük ki, Jose gənc oyunçularla bir qədər dil tapmaqda çətinlik çəkir. Yəni həmin psixoloji məqam burada adama mane ola bilər. Yəni həmin o psixoloji üstünlük Jose Mourinho'da artıq yoxdur. Real Madriddə də Jose'nin problem yaşaya biləcəyi bir futbolçu var. Xatırladaq ki, adam bir tərəfdən nə deyib, Samsun düz deyib, adam Pogba haqqında danışırdı, Manchester Uniteddə sonra Dele Alli haqqında danışırdı. Hətta həmin o serialda Dele Alli bir neçə dəfə məzələnərək deyir ki, sən bax tənbəlsən, istedadın var amma tənbəlsən. Biz görürük hər iki futbolçunun normal karyerası olmadı. Real Madriddə belə bir futbolçu Vinicius Junior'dur. Yəni Vinicius Junior tənbəl deyil, amma Jose Mourinho deyilənə görə, Benfica'nın insiderlərinin yaydığı məlumata görə Mourinho Vinicius'u sevmir. Hətta Benfica ilə maçda qalmaqalda o Prestiani'nin arxasında durdu. Və əlbəttə ki, sonda nə Real'ın xeyrinə ola bilər və Jose'nin xeyrinə ola bilər. Jose'ndə ən böyük üstünlük birbaşa Perez'ə çıxışdır. Perez Jose Mourinho'nu hətta indiki pres konferansiyasında hardakı hamısını söyürdü, hamının Real'a qarşı olduğunu bildirirdi. Perez orada Jose Mourinho haqqında çox yaxşı danışdı. Perez Jose Mourinho'nu sevir.
çox güman ki, Alonso və Arbeloadan fərqli olaraq Jose Mourinho-nu Perez müdafiə edəcək və əslində Real Madridin son 2 mövsümdə Hansi Flickə qarşı 7 El Klassikosunda 6 məğlubiyyəti var, amma ən böyük məğlubiyyətini Real Madrid məhz qazandığı yeganə El Klassikoda aldı. Hardakı Vinicius Xabi Alonso qarşı üsyan edir. Ondan sonra klub rəhbərliyi tərəfindən heç bir münasibət buna gəlmir və əlbəttə ki, ulduz futbolçular görürlər ki, biz istədiyimizi edə bilərik. Klub buna reaksiya verməyəcək, amma Jose'nin tələblərindən biri Fabrizio Romano'nun dediyinə görə odur ki, prezident ona dəstək verəcək. İkinci, transferlərdə ona dəstək veriləcək və transferlərdə əsas sözü keçən adam Jose olacaq. Üçüncü tərəfdən isə əlbəttə ki, istədiyi oyunçunu Jose ehtiyat oyunçular skamyasına otuzdura biləcək və Jose Mourinho-nun nə qədər məşqçi kimi son 10 ildə biz tənqid etsək də, Jose hələ də ikonadır, hələ də ad olaraq dünyanın ən top brendlərindən biridir və əlbəttə ki, futbolçular daima yaxşı şeyləri xatırlayırlar və həm Jude Bellingham, həm Vinicius, həm də ki Mbappé ən azı münasibətlərinin ilkin fazasında Jose Mourinho sözünə qulaq asacaqlar. Siz necə fikirləşirsiniz? Jose'nin Reala qayıdışı yaxşıdır, yoxsa komandanı bir qədər də krizisdə sürükləyəcək? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Videomuzu bəyəndinizsə like düyməsini sıxıb kanalımıza abunə olun ki, Real Madridlə növbəti videolarımıza buraxmayasınız.